Bəli, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının son günündə qonaqlarımız yenə də gəlməyə davam edirlər və biz də onlarla həmsöhbət olmağa davam edirik. Onların fikirlərini alırıq, gözləntilərini soruşuruq. Ümumiyyətlə, forumun necə təşkil edilməsi ilə bağlı məlumat alırıq onlardan. Elə yanımda da hazırda qonağım var və biz ondan həmsöhbət olacağıq, onun fikirlərini alacağıq. Hi sir, welcome to Azerbaijan firstly and please introduce yourself. Hello, my name is Marwan. I'm from Sudan. I'm an urban planner. This has been my first time visiting Azerbaijan, visiting Baku. Do you like it there? So far, it's been really lovely. Everyone has been very hospitable, very warm, welcoming, and I think it will not be my last time. I will come here again under different capacity and spend more time here exploring the city and the country. Great. And my question is, what do you think about this forum? And also, what are the main solutions for the cities about urbanization? I specified in transport planning, so I've been attending more of the transport-related sessions, for example, transport-oriented developments. And it's been really insightful to look at some of the solutions from countries like Japan, for example, Shanghai. So that international collaboration is really important for solving problems, especially for countries that are developing like Sudan and in the global south in general. Thanks so much. Thank you for your time. Thank you. Bəli, müsahibim bildirdi ki, o Sudandan gəlib, Azərbaycana ilk gəlişidir və kifayət qədər bəyənib həmçinin forumu, həm ölkəmizin insanlarının ona qonaqpərvərliklə davranmasını və qeyd etdi ki, bu mənim ilk səfərim olmayacaq, mən yenə Azərbaycana səfər edəcəm, xüsusilə Bakıya və qeyd etdi ki, mən soruşdum ki, bəs sizcə forumda müzakirələrdən götürdüyünüz nəticə ilə əsas həll yolu nədir urbanizasiya ilə bağlı? Və o bildirdi ki, məncə əsas həll yolu transportdur, yəni nəqliyyat sistemi, xüsusilə Yaponiyanın, Çinin nəqliyyat sistemi kifayət qədər yaxşıdır və mən düşünürəm ki, ona nümunə götürmək lazımdır, o ölkələrdə nümunə götürmək lazımdır, xüsusilə bu prosesi və qeyd etdi ki, xüsusilə Sudan kimi ölkələr, yəni bizim ölkəmiz onlardan nümunə götürməlidir, onların təcrübəsindən istifadə etməlidir. Məhz əgər nəqliyyat sistemi kifayət qədər yaxşı olarsa, urbanizasiya ilə bağlı baş verən bilən problemlərin qarşısını almaq daha real görsənir. Belə, mən müsahibimin fikirlərini sizə ötürməyə çalışdım. Növbəti saatlarda yeni qonaqlarla sizə yenidən informasiya ötürməyə çalışacağıq. Sözü yenidən sizə ötürük. Buyurun.